Salam əziz tamaşaçılar, xoş gördük hər birinizi. Laf TV-nin efirində müzakirə vaxtı, sizinlə isə mənəm Ləman Əşrəf qızı. Əziz tamaşaçılar, Rusiyada saxlanılan Satira Teatrının sabiq direktoru Məmmədəli Ağayev ev dustaqlığına buraxılıb. Bu barədə Rusiya kütləvi informasiya vasitələri məlumat yayıb. Qeyd edək ki, Bakıda həbs edilən Sputnik Azərbaycanın icraçı direktoru İqor Kartavıq ev dustaqlığına buraxılıb. Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Kommersanta bildirmişdi. Uşakov qeyd edib ki, Kartavıxın azadlığa buraxılmasından sonra Moskvada Rusiya ərazisində saxlanılan bir Azərbaycanlını sərbəst buraxıb. Lakin həmin şəxsin, yəni Məmmədəli Ağayev olub-olmadığı rəsmən təsdiqlənməyib. Hər halda deməli Rusiya prezidentinin köməkçisi də ad çəkməmişdi. Amma indi Rusiya kütləvi informasiya vasitələri hər halda Satira Teatrının sabiq direktorunun adını yazırlar. Rəsmi təsdiq olmasa da deməli belə bir xəbər paylaşıldı dostlar. Bu bizi sevindirir əslində. Kim olmasından asılı olmayaraq, əgər Azərbaycan tərəfi o jesti edibsə, Rusiya tərəfi də mütləq etməlidir. Bir tərəfli heç nə olmur münasibətlərdə. Bir tərəfli heç nə olmur. Və əziz tamaşaçılar, bu arada diqqətinizə çatdırım ki, əlbəttə, deməli biz Əliyev-Putin görüşünü xüsusilə müzakirə edəcəyik. Baxın, Əliyev-Putin görüşü artıq diplomatik uğur kimi qəbul olunur. Deməli, bu barədə deputat Qüdrət Həsənquliyev danışıb. İndi təbii ki, siyasət adamları, təhlilçilər bu haqda danışacaqlar. Yəni, bu görüşdən bizim gözləntimiz nədir? Bu təyyarəmizin xilası, qələbəmizin davamıdır. Milli Məclis toplaşıb və artıq belə açıqlamalar gəlir dostlar. Deməli, bəli. Hazırda belə deməli Şahin Şıxlinski ilə bağlı da yeni qərar var. Onun isə buraxmayıblar. Bir sözlə, hazırda parlamentdə deputatlardan da maraqlı açıqlamalar olacaq. Mən veriliş boyu bu açıqlamaları da oxuyacağam. Hələlik isə qonağım Ümid Partiyası sədrinin müavini Ənvər Ağazadədir. Biz onunla gündəm müzakirə edəcəyik. Əliyev-Putin görüşü, münasibətlərimiz düzəlirmi? Ümumiyyətlə, Putinin bu dəfəki üzr sayılırmı? Baxın, Zatulin artıq təxribatla məşğuldur. Zatulinin bayaq bir açıqlaması vardı, mən diqqətinizə çatdırdım. O, yenə də Azərbaycan prezidentini, belə deyək, qaralayıb və bildirir ki, Azərbaycan prezidentinin ritorikasında həmişə sərtlik olub. Deyir ki, biz onun bu müddət ərzində həm ölkə daxilində, həm də beynəlxalq aləmdə Rusiya ilə fikir ayrılığını nümayiş etdirdiyini, Ukraynaya nümayişkaranə yardım göstərdiyini bilirik. Zatulin bu münasibətlərə yenə də kölgə salmağa çalışır və Azərbaycan prezidenti uzun müddətdir ki, Rusiya və onun təyyarə qəzasındakı günahı ilə bağlı hər cür ritorika təqdim edir deyə prezidentlə bağlı bax belə bir eybəcər mövqe ortaya qoyub. Dostlar, münasibətlərimizdən danışacağıq və mən isə qonağımı salamlamaq istəyirəm. Ənvər bəy, xoş gəlmişsiniz. Salam, mən də salamlayıram sizi və dəyərli Laf TV izləyicilərini. Mən istəyirəm əvvəlcə bu Zatulinlə başlayaq. Çünki Zatulin həqiqətən də hər dəfə deməli danışır, sərt danışır, Azərbaycanı sevmir, burası bəlli. Amma indi bu münasibətlər düzələn oxşuyur. Yəni hər halda belə bir mövqe var ortada ki, bu hər halda 10 ay bundan əvvəlki, 5 ay bundan əvvəlki, hətta 5 gün bundan əvvəlki münasibətlər deyil. Hər halda görüşdə bir qədər səmimiyyət hiss olundu və belə düşünülür ki, bu münasibət, deməli, iki ölkə arasında münasibətləri yumuşalda bilər bu görüş. Amma Zatulində Kremlin ruporu, Kremlin vuran əli, danışan dili və o ilk növbədə prezident haqqında verməsini danışdı. Buyurun. Təşəkkür edirəm. Yəni, Azərbaycanların çox gözəl bir aktivasiyası var. Məscid tikilməmiş köy əsasını qeyrət edir. Zatulinin dedikləri ona xatırladır. Dünəndən həm Azərbaycan mətbuatında, həm Rusiya mətbuatında bu görüş çox yüksək qiymətləndirilir və münasibətlərin normallaşması alqışlanır. Amma görünür, hələ Zatulin kimilər bundan heç də rahat deyirlər. Bunların məqsədləri tamamilə başqadır. Əslində, Rusiya ilə münasibətlərin normallaşması Azərbaycan dövləti olaraq maraqlarımıza uyğundur. Yəni, biz heç bir qonşu ölkə ilə münasibətlərimizin gərgin olmasını istəmirik. Amma Rusiya elə bir ölkədir ki, ondan yaxın dost olmaq elə düşmən olmaq kimi bir təhlükəlidir. Çünki Rusiyanın siyasəti,
beynəlxalq hüquqa məhəl qoymaması, keçmiş postsovet ölkələrinə yuxarıdan aşağı baxması, onların müstəqilliyini tanımaması, baxmayaraq ki, tanıyır, amma davranışlarında, fəaliyyətində, hərəkətində müstəqil ölkə kimi davranmır. Elə təyyarə qəzasında da Rusiya onu göstərdi ki, o Azərbaycanın haqlı iradlarını qəbul etmir. Və düzdür, Azərbaycan burada çox uğurlu bir manevr etdi, yəni dirəniş göstərdi. Yəni geri çəkilmədi. Nə qədər burada təzyiqlər oldu Azərbaycana qarşı. Biz bunu açıq gördük təzyiqləri. Azərbaycan diasporuna qarşı Rusiya ərazisində baş verən hadisələr, Yekaterinburqda bizim soydaşlarımızın vəhşicəsinə döyülərək qətlə yetirilməsi, diaspor üzvlərinin bir-bir həbs olunması, onların əmlaklarına əl qoyulması. Yəni Rusiya baxmayaraq ki, Azərbaycan ondan haqlı bir tələb ortalığa qoymuşdu. Çünki təyyarə açıq-aydın vurulmuşdu, təyyarə orada xarici müdaxilə olunmuşdu. Hətta Azərbaycan tərəfi, prezident özü bunun qəsdən edilmədiyini ifadə edirdi. Buna baxmayaraq belə Rusiya öz günahlarını etiraf edib Azərbaycanın tələblərinə cavab vermirdi. Bunun əksinə olaraq Azərbaycana qarşı hücuma keçirdi. Yəni Rusiyanın davranışı, Rusiyanın həyata keçirdiyi siyasət onu demək əsas verir ki, Rusiya kimi ölkə ilə heç çox yaxın dost olmaq lazımdır. Yəni onun dost olmağı ilə düşmən olmaq qədər də təhlükəlidir. Bugünkü yəni dost olsan da çomağın əlində olmaz. Bəli, Rusiya elə bir ölkədir. Qeyd etdiyim kimi ən böyük problem ondadır ki, baxmayaraq ki 30 ilə yaxındır ki, keçmiş Sovet ölkələri müstəqilliklərin əldə ediblər, amma Rusiya hələ də bunu həzm edə bilmir və SSR nostaljisi ilə yaşayır. SSR-nin bərpası üçün Putin dəfələrlə... Hansı imkanlarla? Mən dünən Putinin görüntülərinə baxırdım, bayaq elə səhər xəbərlərində də deyirdim. Putin o doğrudan da Rusiyanın sanki o təcrid olunmuş bir obrazı var da dünyada ki, Rusiya hər kəsə meydan oxuya-oxuya axırda bir küncə sıxılmış vəziyyətdə qalıb. Putin dünən elə bil onun bir güzgüsü idi, bir nə bilim bir həqiqətən də ortalıqda olan bir görüntüsü idi. Baxdınızmı siz Putinin? Bəli. İlham Əliyevlə oturuşunda elə bildim Qvazimoda gəlib əyləşib, həqiqətən də. Hətta ona da diqqət çəkdilər. Məsələn, bədən dili ilə məşğul olan analitiklər, bəli, orada sizin də qeyd edin, büzüşmüş bir büzüşmüşdü, donqal çıxmışdı adam. Bəli, elə bir şəkil də çəkilib, onun belinin nə qədər əyildi. Beli nə qədər donqalıb. Bəli. Əslində Trumpın o kağız pələng ifadəsinə cavab verəndə də Putin Rusiya haqqında heç nə demədi ki, yəni Rusiya belə güclüdür. Əvvəlcə Rusiya haqqında deyərdi. Rusiyasız, hətta bu müharibə təzə başlayanda da deyir ki, Rusiyasız dünya da olmasın. Yəni. Amma baxın ki, Amerika deyil, artıq hegemon dövlət deyil, indi Asiya var. Asiya deyəndə yəni ki, bu Çini, o müttəfiqlərini nəzərdə tuturdu. Özünün də baxmayaraq ki, Rusiyanın belə deyək də ərazisinin çox hissəsi Asiya düşür, amma Rusiyanın əsas şəhərləri, paytaxtı Avropadır. Rusiya özünü həmişə Avropa ölkəsi hesab edib. Yəni artıq Rusiya var ifadəsini deyə bilmir. Sizin də qeyd etdiyiniz kimi küncə sıxılmış bir vəziyyətdədir. Amma son belə deyək ki, o hikkəsini ancaq keçmiş Sovet ölkələrinə göstərə bilir. Artıq baxın, yaxın şərqdən sıxışdırılıb çıxarılıb, Afrikadan, hətta Amerikada, Amerika Birləşmiş Ştatlarının böyründə Kubaya belə müdaxilə edirdi, onun ideologiyası ilə orada bir dövlət qurmuşdu. Bütün dünyanın meydan oxuyurdu və Amerika dövlətinin, NATO-nun qarşısında yeganə belə deyək, duruş gətirən, ona qarşı bir siyasət yeridən, siyasət qoyan Rusiya idi. Artıq o Rusiya yoxdur. Və indi yenə də, amma o iddialarını yerə qoymur. Və Rusiya o vaxt böyük dövlət olar ki, o ideologiyası ilə, baxın, niyə görə, əslində Rusiya o sualı özünə verməlidir. Nəyə görə bunun 70 il bir yerdə olduğu müttəfiqləri və elə qanı bir, canı bir qardaş olduğu Ukrayna Avropa Birliyinə can atır, NATO-ya can atır, Amerika Birləşmiş Ştatlarına müttəfiq olmaq istəyir. Niyə? Rusiyadan qaçır. Bu sualın cavabını tapmalıdır. Çünki əslində Rusiya həm qonşu ölkədir, həm də qardaş xalqlar. Amma keçmiş Sovet ölkələri hamısı Rusiyadan qaçmaq istəyir, canlarını qurtarmaq istəyir. Çünki Rusiya normal bir siyasət aparmır. Qarşılıqlı bir hörmət əsasında bir siyasət qurmur. Öz vəssalı kimi baxır, yuxarıdan aşağı baxır, hamını özünə tabe etdirmək istəyir. Ona görə də bu uğursuz siyasət nəticəsində Rusiya bu gün küncə sıxılmış kimi görsənir. Sözsüz ki,
qeyd etdiyimiz kimi bu münasibətlərin normallaşması bizim də maraqlarımıza uyğundur. Biz heç bir ölkə ilə, o ki qaldı qonşu ölkələrlə münasibətlərimizin gərgin olmasının tərəfdarı deyilik. Amma bu hər şey də bizdən asılı deyil axı. Bu münasibətlərin gərgin olmasında da günahkar biz deyilik. Baxmayaraq ki, Rusiyanın təbliğatçıları, Kremlin təbliğatçıları bizi günahkar hesab edirlər. Hətta necə günahkar hesab edirlər ki, güya biz Qərbə meyilləmişik, Avropaya meyilləmişik. Əslində elə Putinin dünənki danışığında da yenə özünü günahkar hesab eləmədi. Eləmədi. Yəni Ukraynanın o üzr sayılırdı mı yenə baxanda? Əslində üzr istədi ki, Rusiyanın ərazisində baş verib, ona görə yenə Ukraynanın günahkarı. Ukraynanın əslində açıq səmimi bir münasibət göstərmək istəsəydi, yəni indiyə qədər dediyini təkrarladı da belə. Təkrarladı, bəli. Biz də indiyə qədər dediyinə razılaşmamışdıq. Biz demişdik ki, bu üzr sayılmaz. Əlavə dedi ki, biz kompensasiya ödəyəcəyik, çünki bu vaxta qədər onu demirdilər. Kompensasiya ödəyəcəklərini demirdilər və hətta bir də ilk dəfə üzr xahiş etmişdi, ondan sonra heç münasibət də bildirmirdi. Amma baxın, yenə deyir ki, mən özüm nəzarət edəcəm, bu istintaq araşdırmaları yekunlaşacaq və günahkarlar cəzalandırılacaq. Bu istintaqa artıq bir ilə yaxınlaşır. Dekabrın 25-də bu faciə baş vermişdi. Artıq bir ilə yaxınlaşır. Yəqin ki, istintaqa da məlumdur bu, kimlər bunu törədib. Bunun günahkarları da məlumdur. Amma yenə deyir ki, istintaq nəzarətə götürəcəm və günahkarlar cəzalandırılır. Əslində, Azərbaycanın tələb etdiyi iki məsələni belə deyib boynuna aldı. Bir, günahkarlar cəzalandırılacaq, artıq bu Putinin dilindən deyildi və kompensasiya ödəniləcək. Azərbaycan bunları tələb etmişdi. Azərbaycan başqa bir şey tələb etmirdi. Bizim dedik ki, vətəndaşlarımıza və dövlətimizə dəymiş maddi və mənəvi ziyana görə təzminat ödənilsin və bu hadisəni, faciəni həyata keçirənlər cəzalandırılsın. Bunu tələb eləyirdi. Və dəfələrlə deyir ki, bunun qəsdən olmadığını da bilirik. Yəni qəsdən və ya qeyri-qəsdən, ya bilərəkdən, ya bilmərəkdən bu hadisə baş verib. Bunun günahkarları cəzalanmalıdır. Yəni Azərbaycan öz dövlət maraqlarını, dövlət mövqeyini çox yaxşı şəkildə qorudu. Baxmayaraq ki, bizim orada vətəndaşlarımıza, dövlətimizə qarşı kütləvi bir baskının həyata keçirdilər, təbliğat qurdular. Bununla belə Azərbaycan öz mövqeyindən geri çəkilmədi. Yəni burada Azərbaycanın duruşu çox önəmlidir və Azərbaycan müstəqil bir dövlət olduğunu Rusiya bir daha göstərdi ki, biz müstəqil dövlətik. Bizlə münasibətlərimizi normallaşdırmaq istəyirsənsə, sən də hər hansı bir addım atmalısan. Yoxsa bir tərəfli münasibətlər olmur. Ona görə münasibətlərin normallaşması bizim maraqlarımıza uyğundur. Ümid edirik ki, münasibətlər normallaşsın. Amma yenə Zatulin kimilər Putinin dediklərini əməl edəcək, etməyəcək, o məsələlər var. Azərbaycan Ukraynaya humanitar yardım göstərib. Və bu, Ukraynada uşaqlar valideynlərini itiriblər, hər gün orada minlərlə insanlar qırılır, şəhərlər dağılır, artıq indi biraz da şiddətlənir müharibə. Azərbaycan Ukraynaya yardımı humanitar yardım. Əgər bu Rusiyanın ərazisində də bu cür fəlakətlər olsaydı, Ukraynanın ərazisində baş verən kimi, çox güman ki, Rusiyaya da biz humanitar yardım eləyərdik. Amma baxın, Zatun, hətta humanitar yardımı belə bizim günahımız kimi boynumuza qoymaq istəyirlər ki, biz Ukraynanı müdafiə edək. Həm də bir xüsusi bir qısqanclıq Türkiyəyə qarşı var. Zatulin bununla dəfələrlə deyir ki, yəni Azərbaycanın dostu da, tərəfdaşı da, qardaşı da Türkiyədir. Türkiyəyə qarşı da dostumuz, qardaşımız elə Türkiyə öz dini dilimdən, dini dinimdən Türkiyə olacaq da sən olmalıydın ki. Yəni hiss olunur ki, görün, bu, mən Ənvər bəy nə düşünürəm. Deyirəm, biz indi o dövrün uşaqlarıydıq da, Sovet uşaqları, yəni bizim vaxtımızda Türkiyənin adı yasaq idi. Hətta biz, belə baxanda, 70-80-ci illərin uşaqları belə Türkiyə haqqında belə bir şey yaratmışlar. Elə bilirdik ki, Türkiyə, yəni düşmən ölkədir da, biz onun haqqında danışa bilmərik. Bunu 70-lər ərzində bizə aşılayıblar. İndi hiss olunur ki, bax bu siyasət öz bəhrəsini verib, yəni Rusiyada, Zatulinlər də belə formalaşıblar. Onlar, yəni biz bu iki qardaş ölkəni, bir milləti sanki, yəni bunların missiyası bu olub da, yəni bunları düşmən eləmək. İndi ona görə bunlar Türkiyə ilə münasibətləri heç cür həzm eləyə bilmirlər. Çünki mən dəfələrlə Zatulinin açıqlamalarında, bundan əvvəlki açıqlamalarında da həmişə bir Türkiyə qısqanclığı, Türkiyə paxıllığını görmüşəm.
Bu nə demək? Əslində Zatullə əvvəl Jirinovski həmişə bu mövzuda danışırdı və ən çox qorxduqları Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi və Türk Dövlətləri Birliyinin yaranması, inkişaf etməsi. Turan haqqında hətta bizdən çox Jirinovski danışırdı. Məsələn, Azərbaycanda bu fikirlər vardı. Hətta Türk Dövlətlərinin Birliyi haqqında, Vahid əlifbeyi haqqında 20-ci illər, 26-cı ildə elə Bakıda ilk Türkoloji qurultay keçirilib. Yəni bu ideyalar çoxdan vardı. Müstəqillik əldə olunanda da yenə ilk bu Türk Dövlətləri Birliyi haqqında fikir ortalığa atıldı. Yenə burada da ilk öndə olan Azərbaycan idi, Qazaxıstan idi və Türkiyə əvvəllər bu ideyaya bir o qədər belə deyək, ehtiyatlı münasibət göstərirdi ki, Rusiyadan çəkinirdi. Amma artıq indi Türkiyədə çox gözəl bir siyasət ortalığa qoyub. Türkiyədə əvvəlki Türkiyə deyil, artıq kifayət qədər güclənib və ona görə də Türkiyənin güclənməsi, Türk Dövlətləri Birliyinin günbəgün inkişaf etməsi, iqtisadi, siyasi, mədəni, hətta artıq sonuncu zirvə görüşündə hərbi birlik haqqında da bu da xoş gəlmədi Rusiyaya. Sözsüz ki, Rusiya ondan maraqlıdır. Rusiyanın belə Orta Asiya respublikaları Rusiyanın həmişə əlinin altında olub da, belə deyək, həmişə qapazı ölkələrin başının üstündə olub. Amma indi artıq Orta Asiya respublikaları öz müstəqilliklərinə qovuşurlar yavaş-yavaş. Çünki Türk Dövlətləri Birliyi təşkilatında artıq hərbi birlik haqqında münasibətlər yaranır. Hətta Türk NATO-su haqqında fikirlər səslənir. Türkiyə dövlətlərinin birgə ordusunun yaradılması, burada birgə təlimlərin keçirilməsi. Ona görə Rusiya bundan narahatdır ki, bunun belə deyək də ətrafında olan, əhatəsində məcburən saxladığı ölkələr bir-bir ondan uzaqlaşır. Elə bu düşənbədə də çox maraqlı bir foto paylaşmışdılar. Türk respublikalarının başçıları bir yerdə söhbət edirlər və çox şən əhval-ruhiyyədə gülürlər. Cənab Prezidentin də orada gülən şəkli var. Putin kənardan müşahidə edir onları. Çox maraqlı bir foto idi. Əslində bu siyasətdə fotolar daha çox danışır. Çox maraqlı bir foto idi. Ona görə Rusiya bütövlükdə bundan narahatdır. Və Rusiya keçmiş SSR nostaljisi ilə yaşayır və onların məqsədləri bu xalqları öz kimliklərini unutturmaq, vahid Rusiya xalqı yaratmaq ideologiyasından uzun müddət formalaşmış bir xalqdır və indi də ondan vaz keçə bilmir. Necə ki, Ermənistan bir utopik Ermənistan yaratmışdı dənizdən dənizə və öz millətini zəhərləmişdilər bu ideologiya ilə. Rusların da belə bir ideologiyası vardı. Vahid Rus xalqı və onun ətrafında olan bütün dövlətləri öz vəssalı hesab etmək. Və onlar hələ də qəbul edə bilmirlər ki, bu SSR niyə dağıldı, SSR niyə saxlaya bilmədik, qoruya bilmədik. Əslində Rusiya Ukraynada istədiyinə nail olsaydı, o SSR-nin bərpa olunması istiqamətində addımlar atacaqdı. O bizim üçün də böyük təhlükə vardı. Baxın, Ukraynaya hərbi müdaxilə olub, bu müharibədir. Az qala 3-cü Dünya müharibəsi deyirlər bu müharibənin adına. Amma Rusiya bunun adını nə deyir? Xüsusi əməliyyat. Xüsusi əməliyyat dövlətin öz tərkibində olur. 5 ildə xüsusi əməliyyat. Bəli, artıq 4-cü ilə yaxınlaşır, 4-cü ili tamam olacaq fevralda. Bu xüsusi əməliyyat deyir. Xüsusi əməliyyat dövlətin öz, elə bir ki, Çeçenistanda keçirir bu xüsusi əməliyyatı. Çeçenistanda keçirmişdi bunu xüsusi əməliyyat. İndi Ukraynaya müdaxiləsini xüsusi əməliyyat deyir. Artıq bu Ukrayna müharibəsini bəzi analitiklər 3-cü Dünya müharibəsi hesab edirdilər ki, burada təkcə Ukrayna ilə Rusiya müharibəsi deyil, bu NATO ilə, Qərblə Rusiyanın müharibəsidir. Amma bu xüsusi əməliyyat deyir. Yəni, özünki hələ hesab edir. Ona görə o müharibənin də əsas pərdə arxası məqsədlərindən biri SSR-ni bərpa etməkdir. İndi bəziləri bunu elə əsaslandırırlar ki, Rusiyanın özü üçün təhlükə var idi. Rusiya meyilli analitiklər, Rusiya mətbuatı NATO-nun sərhədlərinə gəlməsini Rusiya qəbul edə bilməzdi. Ukraynanın NATO-ya üzv olması, Avropa Birliyinə yaxınlaşmasını qəbul edə bilməzdi. Ona görə bu müharibəni başladı. Əslində, əsas səbəb SSR-nin bərpa olunması idi. Əgər Rusiya həddindən artıq narahat etsə NATO-nun onun sərhədlərinə gəlməsi, bu müharibə başlayandan sonra Rusiyanın sərhədində olan 2 ölkə, İsveç və Finlandiya NATO-ya üzv olub. Və hətta bu müharibə başlayana qədər NATO-nun içərisində bir fikir ayrılıqları vardı. Hətta Fransa prezidenti Macron ifadə etmişdi ki, NATO-nun beyni ölüb. NATO-nun parçalanması vardı. Bu müharibə ilə o NATO-nu daha da genişləndirdi və birləşdirdi. İndi NATO ölkələri Amerika Birləşmiş Ştatlarının tələbi ilə öz hərbi büdcələrini artırırlar ilbəil. Artıq onlar özləri öz ordularını genişləndirirlər, hərbi sənayələrini genişləndirirlər. Yəni, Ukraynaya müdaxilə ilə bağlı bu NATO-nu ölməkdə olan, belə deyək, tənəzzülə gedən NATO-nu yenidən diriltdi. Və əlavə də 2 ölkə NATO-ya
üzv oldu. Rusiyanın tam sərhədində, Sankt-Peterburqun böyründə olan ölkələr. Ona görə məqsəd heç də bu NATO-dan qorxmaq, NATO-dan ehtiyatlanmaq, NATO-nun sərhədlərinə gəlməsinin əleyhinə olmaq deyildi. Əsas məqsəd SSR-ni bərpa etməkdir. Əgər Ukraynada bu əməliyyatlar uğur qazansaydı, növbət Cənubi Qafqaz və Orta Asiya respublikaları olacaq. Çox şükürlər olsun ki, Rusiya istədiyindən ayrıla bilmədi. Yenə bizi işğal edib öz vəssalına çevirə bilmədi. Ona görə Azərbaycanın bu cür müstəqil siyasət aparmasını həzm edə bilmirlər. İndi siz başda da qoymuşsunuz, barışdıqmı? Hələ bunu da tam ürəklə deyə bilmirik. Deyə bilmirik və hətta çünki Zatulin də demir. Bax, fikir verin, sabah Rusiyanın... Onu deyim, sonra şərh edək. Zatulindən sonunda deyir ki, bu o deməkdirmi ki, biz Azərbaycanla ittifaq haqda hər hansı bir illüziyaya düşməliyik? Hesab edirəm ki, bu görüş heç bir halda bizim bununla bağlı illüziyalara qapılmağımız üçün əsas deyil. Fikir verirsiniz? Bu adam, belə deyək, öz prezidentinə qarşı çıxmaqdır. Yəni, hər halda görüşüb. Görüşü niyə bu qəbildən şəri edir? Yəni, bu xüsusi bir, deməli, yəqin ki da, yəni, mənim bayaq dediyim məsələdir. Bəli, əslində, onlar hətta bəlkə də Putinin o kompensasiya deyərik, bizim bir daha üzr istəyir, onu da qəbul edə bilmirlər ki, Putin niyə üzr istədi? Çünki onlar şovinist bir ideologiya yetişdirib də bunları. İdeologiya yetişdirib Putinin təbliğ elədiyi televiziyalarının, mətbuatının təbliğ elədiyi şovinist bir ideologiya Zatulinləri yetişdirib və indi Putin özünə də qarşı çıxırlar. Putin istəyir ki, münasibətlər yaxşı olsun, düzəlsin. Bunlar tamamilə başqa bir, belə deyək, mövqe ortalığa qoyurlar, sərgiləyirlər. Ona görə bu Sovet ideologiyasının davamıdır, Rus şovinizm ideologiyasının davamıdır və bu ideologiya ilə zəhərlənmiş çoxlu insanlar var. Rusiyanın mətbuatında da var, siyasətində də var. Yəni, bu cür fikirlər biz çox işləyəcəyik. Ona görə bundan sonra münasibətlər tam normallaşacaq ya Putin dediyi kimi kompensasiya və cinayətkarların cəzalandırılması ilə bağlı addımlar atacaq, yoxsa atmayacaq. Yoxsa Zatulin kimlər Putini qınayacaqlar ki, siz niyə Azərbaycan qarşısında geri çəkildiniz? Azərbaycan kimdir ki? Yəni, onlar Azərbaycanın müstəqil bir ölkə olduğunu hələ də həzm edə bilmirlər. Azərbaycanın Türkiyə ilə yaxınlaşmasından həddindən artıq əndişəlidirlər. Türk Dövlətləri Birliyinin yaranmasından həddindən artıq narahatdırlar, əndişəlidirlər. Və bunun qarşısını almaq üçün müəyyən bir addımlar atacaqlar, amma sizin də qeyd etdiyiniz kimi Rusiya əvvəlki Rusiya deyil. Artıq o mövqeyini və nüfuzunu itirib və siyasəti də çox yanlışdır. Əgər Rusiya qonşularına, keçmiş postsovet ölkələrinə olan siyasətini dəyişməsə, Rusiya bundan sonra da zəifləyəcək. Hətta Rusiyanın özünün də parçalanma ehtimalları ortalığa çıxa bilər. Deməli, əziz tamaşaçılar, verilişimizi lütfən bəyənin və paylaşın. Bizi YouTube və TikTok üzərindən izləyən tamaşaçıların diqqətində bir açıqlamanı da çatdırım. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zakharova bildirib ki, Rusiyanın Bakıdakı səfirliyinin əməkdaşları Sputnik Azərbaycan redaksiyasının rəhbəri İqor Kartavuxla görüşüblər. Zakharovanın sözlərinə görə Kartavux bir neçə gün əvvəl ev dustaqlığına keçirilmişdi və bu müddət ərzində Rusiya diplomatları onunla mütəmadi əlaqədə olublar. Bütün bu vaxt ərzində Rus diplomatları onunla təmasda idilər, sağlamlıq vəziyyətini nəzərə alaraq zəruri yardım göstərirdilər. Bu prosesdə Azərbaycan tərəfi də əməkdaşlıq edib deyə Zakharova qeyd edib. Mən belə başa düşdüm ki, bir neçə gün əvvəldən ev dustaqlığını buraxılıb, yəni dünən prezidentlərin görüşü dünən keçirilib, amma görüşlər əvvəlcədən planlaşdırılır. Yəni bu məsələlər əvvəldən telefon danışığı olmuşdu. Bu oktyabrın 7-sində bilirsiniz ki, əslində bu münasibətlərin normallaşmasına əsas səbəb oldu. Putinin ad günündə cənab prezident onu təbrik etdi. Yəni ki, o ərəfədə danışıqlar olub. Münasibətlər haqqında normallaşma ilə bağlı müəyyən bir qarşılıqlı öhdəliklər olub. Müəyyən bir addımlar atılıb. Hətta sözsüz ki, hələ düşənbəyə getməmişdən əvvəl də Rusiyanın prezidentinin mətbuat xidmətinin rəhbəri görüş olacağını bildirmişdi. Yəni əvvəlcədən sözsüz ki, dövlət başçılarının görüşləri əvvəlcədən hazırlanır, protokollaşdırılır və hətta müzakirə edəcəyi məsələlər də bu və ya digər şəkildə müəyyən olunur. Yəni bizim üçün də ən vacib məsələlərdən biri bu təyyarə qəzası bağlıdır. Çünki görüşə başlayan kimi də Putin birinci məsələ kimi ondan danışdı və çox xeyli də uzun danışdı. Hətta o danışıqdan belə nəticə gəlmək olurdu ki, yəni günahkarıq da.
bağışlayın bizi. Belə də bir nəticə gəlmək olardı. Və dedi ki, mən başsağlığı vermişdim, üzr xalqı eləmişdim. Yenə təkrar edirəm onu. Amma bizim prezidentin də sifətində bir narazılıq ifadəsi var idi. Mən onu gördüm, hiss elədim. Hiss elədim, amma səbirlə, təmkinlə dinlədim. Çox gözəl, oturuşu da çox yaxşı idi. Bu müharibə dövründə bizim Xarici İşlər Naziri təzə təyin olunanda bu Lavrovla görüşəndə ona deyəsən demişdilər ki, şuxdur da. Çox gözəl, qəribə bir şəkli vardı, sinəsində qabağa vermişdi Lavrovla görüş vaxtı. Yəni bu diplomatiyada bu duruş, hərəkət, bədən dili, bunlar da müəyyən bir vacibli mesajlar verir. Yəni orada çox sərbəst oturmuşdu, nə qədər narahat olsa da, çox oturuşu onun cənab prezident sərbəst olduğunu göz... Narahat yox, narazı deyək. Narazı, bəli, narazı olsa da çox, bəli. Yenə də öz fikirlərini ifadə etdi. Putin də çox danışması dediyim kimi, yəni səhvlərinin olduğunu etiraf etməsidir və ən vacib məsələdir. Azərbaycan kompensasiya tələb edirdi, cinayətkarların cəzalandırılmasını tələb edirdi. Putin onu söz verdi ki, bunlar həyata keçiriləcək. Amma mən bayaq da bu fikri səsləndirdim. Yəni Rusiya elə bir ölkədir ki, onunla elə yaxın dost olmaq, kifayət qədər yaxşı dost olmaq özü də bir zərərlidir. Yəni Rusiyanın dünyada tutduğu mövqe, apardığı siyasət. Ona görə bizim münasibətlərimiz normal olmalıdır, iqtisadi əlaqələrimiz olmalıdır. Amma Rusiya Türkiyə kimi bizim dostumuz ola bilməz. Bizim dostumuz Türkiyədir. Bizim cənab prezident antismə mərasimində çox gözəl ifadə etmişdi. Bizim ailəmiz var, Türk Dövlətləri Birliyi və orada iqtisadi əlaqələr, resurslar kifayət qədər çoxdur. İnsan potensialı kifayət qədər çoxdur. Bu ölkələrin iqtisadi, mədəni, siyasi, hətta hərbi əlaqələri gücləndikcə onda hər bir ölkəyə belə deyək ki, daha yaxşı olacaq və Rusiya kimi ölkələrdə müdaxilə edə bilməyəcək bu Türk dövlətlərinin daxili işlərinə. Rusiya həmişə daxili işlərə müdaxilə edib, siyasətinə müdaxilə edib, xarici siyasətinə müdaxilə edib. İndi də siz oxudunuz elə zatlı, hətta bu münasibətlərin korlanması ilə bağlı Avropanı günahkar bilirdilər ki, Avropa ölkələri Ermənistanda bundan bağlı Rusiya belə deyək Kremlin analitikləri çox fikirlər səsləndiriblər. Ermənistan haqqında da, Azərbaycan haqqında da ki, Avropadır burada məsələləri korlayan, Avropaya doğru siyasətlərini belə deyək, yürüdürlər, Avropa ilə inteqrasiya edirlər, iqtisadi əlaqələri güclənir, Rusiya ilə isə uzaqlaşırlar. Əslində, mən qeyd etdiyim kimi, Rusiya özü buna cavab tapmalıdır. Nə üçün? Bunun qonşuları Avropaya qaçırlar, Amerikaya müttəfiqliyə can atırlar, Rusiya ilə yox. Demək, günahkar Rusiya özüdür. Ona görə siyasətinə əvvəl-axır bir düzən verməlidir. Qonşuları ilə normal, iki tərəfli, müstəqil ölkələr kimi davranmağı öyrənməlidir. Doğru, doğru və əziz tamaşaçılar, yeri gəlmişkən deməli bu təhlillər dediyim kimi biz tərəfdən də gəlib, Naumovdan da gəlib, Markedonovdan da gəlib, artıq yəni hər kəs bu münasibətləri belə deyək, çözməyə, dəyərləndirməyə başlayıblar. Deməli, məsəl üçün, Putin Əliyevin bu yanaşmasını qiymətləndirməyi bacardı deyə Azərbaycandan gələn bir dəyərləndirmə var. Dediyim kimi, deputat Qüdrət Həsənquliyev bildirir ki, Rusiya Azərbaycanın mövqeyini qiymətləndirməyi bacardı, atmalı olduğu addımı atdı. Azərbaycanın və Rusiyanın strateji maraqları dost və müttəfiq olmağı tələb edir, deyir. İlham Əliyev Azərbaycanlıların və dövlətin maraqlarını uzlaşdırmağı bacardı. Dünənki görüş məhz bu səbəbdən xalqımız tərəfindən böyük diplomatik uğur kimi qəbul olundu, deyir. Naumov bunu da tez-tez deməli Azərbaycan əleyhinə açıqlamaları olan bir şəxsdir. Amma indi deyir ki, bütövlükdə əlamətlər hələ də nikbindir. Görünür, Putin və Əliyev arasında keçirilən görüşdən sonra kompromis əldə olunub. Putin çıxışına təyyarə insidentindən başladı. Bu, prezidentin pisləşən münasibətlərin kökündə Azal reysinin dayandığını etiraf etməsidir. Nəticədə Rusiya lideri təyyarə qəzasından qısa müddət sonra etdiyi üzrxahlığı və baş sağlığını təkrarladı. 2. O, həm Ukrayna PUA-larının mülki hava limanına hücumunu, həm də təyyarənin raket parçaları ilə vurulmasına səbəb olan hava hücumundan müdafiə sisteminin texniki nasazlığını vurğulayaraq insidentin texniki halları barədə ətraflı danışdı və s. və ilaxır hər halda dəyərləndirmələr var. Həm Rusiya prezidenti nələri dedi, Azərbaycan prezidenti nələri dedi. Bu, Naumovdan gələn açıqlama və dediyim kimi,
O belə düşünür ki, bu münasibətlər hər halda nikbinlik, bizdə nikbinlik yaradır, hər halda bu münasibətlər düzələ bilər deyir. İndi məni bir sual da maraqlandır, verilişimizin sonlarına yaxın. Bu Sputnik Azərbaycan məsələsi. İndi belə deyək də, biz Sputnik Azərbaycanı sabahların bu münasibətlər düzələn kimi açdıq yenə də. Biz bunun fəaliyyətindən narazıydıq. Deyirdik ki, bu Azərbaycan əleyhinə iş aparırlar, iş görürlər burada Rusiyanın, bilmirəm indi casus fəaliyyətinin burada intişar tapmasında və s. və ilə axırda rol alan bir media strukturudur. İndi buraxdıq, rəhbərini buraxdıq, sabah da Sputnik Azərbaycan yenə çalışmağa başlasın burada. Nə etməlidir Azərbaycan hüququna? Yəni, yenə də göz yumaqmı, yenə də, yəni, yoxsa bunların qarşısında bir tələb qoyulmalıdırmı, ümumiyyətlə açılmalıdırmı belə resurslar? Niyə Azərbaycanın, bax, belə deyək, bir Sputnik Azərbaycan kimi, deməli, bir media quruluşu Rusiyada yoxdur, onların fəaliyyətinə nəzarət var, ümumiyyətlə imkan vermirlər. Amma biz niyə imkan verməliyik? Nə olsun ki, dost oluruq, nə olsun ki, qardaş oluruq, nə olsun ki, müttəfiq oluruq? Amma eyni zamanda da, yəni, bunlara niyə bu qədər meydan verməliyik? Əslində, meydan verməli deyilik. Yəni, mən inanmıram ki, bundan sonra da onlara meydan veriləcək. Yəni, Sputnik Azərbaycanın bağlanması ilə bağlı cinayət işində də hüquq mühafizə orqanları açıqlama vermişdilər. Həm qeyri-qanuni fəaliyyətləri, həm də Azərbaycan əleyhinə casusluq ittihamı ilə. Yəni, onları azadlıq edib ölkələrinə göndərmək olar. Yəni, yenidən bərpa olunsun, yəni yenidən casusluq fəaliyyətlərini davam elətdirsinlər, buna yol vermək olmaz. Nə qədər münasibətlərimiz yaxşı da olsa, müttəfiqliyimiz davam etsə, yəni dövlətin maraqlarını heç bir şeyə güzəştə getmək olmaz. Ona görə bu məsələlərlə bağlı elə mövqeyimiz məncə yerində də qalmalıdır. Əgər biz elan etmişiksə, bunlar Azərbaycan əleyhinə casusluq fəaliyyəti ilə başlayıb, Azərbaycanda casusluq fəaliyyəti ilə məşğul olublar, onların fəaliyyətində bir də şərait yaratmaq olmaz. Məncə də, məncə də. Mən sizə təşəkkür edirəm, Mən təşəkkür edirəm dəvətinizə görə, sağ olun. Əziz tamaşaçılar, bizi həm deməli YouTube-dan, həm də TikTok-dan izləyən tamaşaçılar, hər birinizdən ricam verilişimizi bəyənin və paylaşın. TikTok izləyiciləri ümumiyyətlə Laf TV-yə abunə olun və hər günün ən aktual müzakirələrini və xəbərlərini həm də bizdən öyrənin. Hər birinizə təşəkkür edirəm, salamat qalın deyirəm və sizin də sağollaşıram. Yeri gəlmişkən elə buradan bir daha bizi 100-ə yaxın insan izləyir. TikTok üzərindən davamlı şəkildə izləyin və abunə olun əziz tamaşaçılar. Salamat qalın, görüşəcəyik.